Ya Allah, xanım Məsumə Salamullah Aleyhanın hərəmindən bütün xanım Məsumə Salamullah Aleyhanın aşiqlərini salamlayırıq inşallah. Allah həmd olsun ki, Allah Teala bizlərə nəsib elədi. May ayının 19-u 2025-ci ildə hərəkət elədik və may ayının 20-si 2025-ci il xanım Fatimə Məsumə Salamullah Aleyhanın müqəddəs qəbri şərifi olan Qum şəhərində və xanımın hərəmindəyik. Allah həmd olsun ki, Allah Teala bizlərə bu gözəl məkanları ziyarət etməyi nəsib elədi və zəvvarlarımızla bərabər inşallah xanım Fatimə Məsuməni ziyarət etdikdən sonra inşallah İmam Rıza Ətirli Məşhəd şəhərinə tərəf hərəkət edəcək inşallah. Və bunu nəzərinizə çatdırım ki, bütün Azərbaycan xalqımızın nəzərinə çatdırmaq istəyirəm ki, bütün aşiqlərin nəzərinə çatdırmaq istəyirəm ki, xanım Fatimə Məsumə Salamullah Aleyhanı ziyarət etmək istədiyimiz kimi, həmçinin də Azərbaycanımızda gözəl, Allahın bizə gözəl bəxş etdiyi neymətlərdən biri olan, Əhl-i Beyt nümayəndələrindən olan xanım Fatimə Həkiməni də Bibi Heybətdə ziyarət etməyi inşallah unutmayasınız. Çünki xanım Fatimə Həkimə Azərbaycanımız üçün Allah tərəfindən verilən bir neymətdir. İnşallah bu neyməti dəyərləndirək, qiymətləndirək ki, inşallah Allah Teala neymətlərimizi daha da bol eləsin inşallah. Allah sizləri Əhl-i Beytin qapısından, ziyarətindən bu dünyada, şəfaatindən isə ahirətdə ayrı salmasın inşallah. Vəssalamu aleykum və rəhmətullahi